Sen sakin. Tamam dostlar, vaktiniz xeyir olsun. Size bu günleri muhteşem bir cihazdan tanıştırdım. Bu şirketin lap yeni versiyalardandır, lap açıklanacak. Bu GETS aparatıdır. Hal-hazırda bunu dostumuz götürüp bunu tədbir ediyor onlara. GETS aparatı ne için kullanılır? Burada siz ətraflı danışacağım. GETS aparatı ümumiyyətlə hər bir ailədə olmalıdır. Bu mənim düşüncəm deyil. Ümumiyyətlə hamı bunu deyildi. Mən də tanış oldum bununla. GETS aparatı təzəmi olsun çək. Bu yeni versiyalar olan GETS aparatı. GETS aparatı ümumiyyətlə ailə həkimi adlanır. Qüdrət vasitəsilə birinci qan durumlarını normallaşdırır. En vacib məsələ ki, qan durumlarını normallaşdırır. Təzyiqi olan insanlar üçün təzyiqi normaya salır. Bədəndə olan bütün toksinləri, kineçləri insan bədənindən xaric edir. Gün ərzində, belə deyək ki, gün ərzində yorğunluq varsa sizdə bu dərhal sizin canınızdan çıxacaq.